Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 43 və 44-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Perimetr 1. Düsturdan istifadə etməklə düzbucaqlıların perimetrlərini hesabla. Birincidə eni 8, uzunluğu isə 12 metrdir. Düsturda istifadə edərək P bərabərdir 2 vurulsun mötərizə içərisində 12 üstəgəl 8. P bərabərdir 40 metr. Digərində isə eni 16 millimetr, uzunluğu isə 24 millimetrdir. Yəni bunu düsturdan istifadə etməklə elə yazmaq olar ki, P bərabərdir 2 vurulsun mötərizə içərisində 24 üstəgəl 16. P bərabərdir 80 millimetr. 2. Düzbucaqlıların tərəflərinin uzunluğunu ölç və üzərində qeyd et. Düsturdan istifadə etməklə düzbucaqlıların perimetrini hesabla. Birinci fiqurda ölçdükdə görürük ki, uzunluğu 5 sm, eni isə 2 sm-dir. Bunu düsturla perimetrini tapmaq üçün P bərabərdir 2 vurulsun mötərizə içərisində 5 üstəgəl 2 bərabərdir 14. P bərabərdir 14 sm. Digərində isə kvadratdır. Bir tərəfinin uzunluğu 25 mm-dirsə, digər tərəflərinin bütün uzunluqları 25 millimetrə bərabərdir. Yəni, P bərabərdir 4 vurulsun 25 bərabərdir 100 millimetr. P bərabərdir 100 millimetr. 3. Hər düzbucaqlının perimetri altında yazılıb. Bu fiqurların məlum olmayan tərəfini tap. Birincidə düzbucaqlı verilib, eni 5 sm-dir, uzunluğu isə verilməyib. Bunu tapmaq üçün perimetri də verilib 46 sm-dir. Bunu tapmaq üçün mötərizə A üstəgəl 5, mötərizə A üstəgəl 5, mötərizə bağlandı vurulsun 2 bərabərdir 46. A üstəgəl 5 bərabərdir 46 bölünsün 2 bərabərdir 23. A bərabərdir 23 çıxılsın 5 bərabərdir 18. Digərində eni uzunluğu verilib 1 desimetrdir. Biz enini tapırıq. P bərabərdir 38 sm. Mötərizə A üstəgəl 10 vurulsun 2 bərabərdir 38. Vurulsun 2 bərabərdir 38. A üstəgəl 10 bərabərdir 38 bölünsün 2 bərabərdir 19. A bərabərdir 19 çıxılsın 10 bərabərdir 9. Yəni eni 9 sm-dir. Digərində uzunluğu 16 mm-dir verilib, enini tapırıq. Perimetri də 5 sm-dir. 50 bölünsün 2 bərabərdir 25. 25 çıxılsın 16 bərabərdir 9. Yəni eni 9 mm-dir. 4. Suallara cavab ver. A. Düzbucaqlının uzunluğu 40 sm, eni isə uzunluğunun 4-də 3 hissəsinə bərabərdir. Düzbucaqlının perimetri nə qədərdir? 40 bölünsün 4 vurulsun 3 bərabərdir 30 sm. 20 vurulsun mötərizə daxilində 40 üstəgəl 30 bərabərdir 140 sm. B. Perimetri 2 metr olan kvadratın tərəfinin uzunluğu neçə santimetrdir? Bunu tapmaq üçün birinci 2 metri santimetrə çeviririk, yəni 200 santimetr. 200 bölünsün 4 bərabərdir 50 santimetr. Keçək səhifə 44-ə. 5. Şəkildə tərəfləri bərabər olan çoxbucaqlılar təsvir edilib. Düsturdan istifadə etməklə tərəfinin uzunluğu verilmiş fiqurların perimetrlərini hesabla. P bərabərdir 70 sm. Bunu tapmaq üçün 14 vurulsun 5 bərabərdir 70. Digərində 16 vurulsun 6 bərabərdir 96. P bərabərdir 96 mm. Digərində 26 vurulsun 3 bərabərdir 78 sm. P bərabərdir 78 sm. Digərində 15 vurulsun 8 bərabərdir 120. P bərabərdir 12 sm. 6. Şəkildəki fiqurların perimetrləri bərabərdir.
Tərəfləri bərabər olan altıbucaqlının perimetrini tap. Boş xanayı kvadrat və düzbucaqlıların uyğun tərəfinin uzunluğunu yaz. Birinci altıbucaqlıdan başlayırıq. 20 vurulsun 6 bərabərdir 120 santimetr. Digərində 120 bölünsün 4 bərabərdir 30 santimetr. Kvadratda 30 santimetr. Digərində 120 bölünsün 2 bərabərdir 60. 60 çıxılsın 35 bərabərdir 25. Digərində isə 120 bölünsün 2 bərabərdir 60. 60 çıxılsın 15 bərabərdir 45 santimetr. 7 düzbucaqlardan düzəldilmiş fiqurların altında onların perimetri yazılıb. Bu fiqurların məlum olmayan tərəfini tap. Bunu tapmaq üçün 1 vurulsun 2 üstəgəl 4 bərabərdir 6 santimetr. Burada 6 tapdı. 6'da olan yeri tapdıq. Sonra isə 20 çıxılsın 2 vurulsun 6 çıxılsın 2 bərabərdir 6. Sonra isə 6'nı 2'yə bölürük, eləyəcək 3. Digərinə baxırıq. Digərində 14 çıxılsın 2 vurulsun 4 bərabərdir 6. Buranı tapdıq. Sonra isə 42 çıxılsın 2 vurulsun 14 çıxılsın 4 bərabərdir 10. 10 bölünsün 2 bərabərdir 5. Bunlar da 5'dir. 8. Lalə 8 santimetr sapdan bir tərəf bərabər tərəfli üçbucaq, bir kvadrat və tərəfləri bərabər olan bir beşbucaqlı düzəltdi. O, bütün sapdan istifadə etdi. Lalənin düzəltdiyi fiqurların tərəflərinin uzunluğu neçə santimetr ola bilər? 1 vurulsun 5 bərabərdir 5. 20 çıxılsın 5 bərabərdir 15. 15 çıxılsın 3 bərabərdir 12. 12 bölünsün 4 bərabərdir 3. Üçbucağın tərəfi 1, kvadratın tərəfi 3, düzbucağlının tərəfi isə 1'dir. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.